Məlum olduğu kimi, dövlət başçısının 22 iyul 22-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş 22-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində pensiya təminatı sisteminin təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. 2024-cü ildə qeyri-dövlət pensiya fondları haqqında qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün aidiyyəti qurumları təqdim olunub. Bəs bu cür fondların yaradılmasının hansı çətinlikləri var? Xəbər Zulağı az bildirir ki, məsələ ilə bağlı bizim mediaya danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, ötən müddət ərzində bununla bağlı zəruri qanunvericilik bazası yaradılmır. Digər tərəfdən deyək ki, özəl pensiya fondları yaradıldı. Onlar hara investisiya edəcəklər? Bunun üçün də ilk öncə ölkədə investisiya fondları yaranmalıdır. Ölkədə qiymətli kağızlar bazarı formalaşmalıdır. Nəzərə alaq ki, özəl pensiya fondları ilkin olaraq əhalidən vəsait toplayır. Daha sonra bu vəsaiti fondlara və yaxud qiymətli kağızlar bazarına investisiya edir. Son nəticədə həm özü qazanır, həm də pensiya fondunun iştirakçılarına dividend verir. Lap deyək ki, sabah özəl pensiya fondları yaradıldı. Ən yaxşı halda fonda yığılan pulu xarici ölkələrə investisiya etməklə məşğul olacaqlar. Bu da o deməkdir ki, özəl pensiya fondları ilə bağlı kifayət qədər problemlər var. Bu problemin həlli yolu fundamental məsələlərin həllindən keçir.